Salam, hər vaxtınız xeyir. Bu videoda informatika fənnindən əsas anlayışlara aid olan sadədən çətinə doğru məsələnin həllinə baxarıq. Birinci sualda həcmin tapılmasıdır ki, 5 kilobayt 80 bayt plus 1144 bayt çıxısı 1600 bit nəticəsi neçə kilobaytdır? Bizə cavabı kilobaytla verir və burada bit var. Bu biti birinci ilk olaraq biz bayta çevirək. Bilirik ki, 1 baytımız 8 bit olduğu üçün 1600-ü ilk öncə bölürük 800-ü. Buradan alındı 200 bayt. Deməli, 200 bayt alındı. 1144 baytdan 200 baytı çıxaq. 1144-dən də 200-ü çıxdığımız halda eləyəcək 944. 944 bayt qaldı. 944 baytın üzərinə isə buradan 5 kilobayt 80 baytı gəlirik. Yəni 5 kilobayt 80 bayt. Bu da eləyəcək 5 kilobayt 1024 bayt. Bu da çevirdiyimiz halda eləyəcək 6 kilobayt. Cavabımız olacaq Y variantı. Birbaşa da tapmaq olar, amma biti bayta gətirib daha sonra baytdan kilobayta çevirmək daha rahat olar. İkinci sualdan 10 kilobayt və 320 bayt nəticəsi neçə baytdır? Bizə baytla verib. İlk öncə 10 kilobayt hesablasaq, 10 kilobaytımız 10 vurulsun 240'dır. Yəni 10200. 10240 eləyəcək. Burada isə çıxılsın 320 bayt. Çünki hər ikisi baytdır, bir-birinə çıxmaq mümkündür. Deməli, bu da eləyəcək 9920 bayt. Cavabımız olacaq D variantı. Daha sonra Unicode kodlaşdırmasında informasiya prosesləri ifadəsi üçün yaddaşda neçə bayt yer ayrılar? Biz bilirik ki, əgər Unicode və yaxud da ASCII yazılmasa, biz hər simvolu 1 bayt kimi qəbul edəcəyik. Lakin bura Unicode sözü yazıldığı üçün Unicode kodlaşdırma sistemində isə bir simvolumuz 2 baytdır. Simvolların sayısaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 və bu ortadakı boşluq işarəsi var. Yəni aşağı keçmək üçün bir boşluq işarəsi qoyulub. Boşluqla bərabər 22. Amma biz 22-ni seçmirik. Əgər ASCII və yaxud da yazılmasaydı 22 yazardıq. Unicode kodlaşdırma deyə 22-ni vuracağıq 2-yə, eləyəcək 44 bayt. Cavabımız B variantı. Dördüncü sual mətnin və yaxud da ki, kitab həcminin tapılması ilə bağlı olan bir yoldan istifadə edəcəyik ki, burada nə verilib? 25 sətir, 3 səhifə və 60 simvol. Baxırıq ki, S qaydasına gedəcəyik. Yəni, həcm bərabərdir. 3S, səhifə, sətir və simvol. Unicode sözü yazılmayıbsa, düstur belədir. Unicode yazılsa, sadəcə əlavə olaraq 2-yə vuracağıq. Yerinə qoyduğumuz halda 3 vurulsun 25, vurulsun 60. 75-i də 60-a vuranda 4500 bayt eləyəcək. Cavabımız A variantı. Növbəti 5-ci sualda 5 səhifəlik məlumat yaddaşda 8775 bayt yer tutur. Hər səhifədə 15 sətir olarsa, bir sətirdə neçə simvol yerləşir? Baxırıq ki, düsturda yazdığımız S. Biri səhifə bildirir, biri sətir, biri isə simvol bildirir. Səhifə və sətir var, amma simvol verilməyib. Deməli, S-lərdən ikisi məlumdur, biri yoxdur. Vurub 8775-ə bərabər eləyəcək. Yəni, 5 vurulsun 15 vurulsun x bərabərdir 8775. X də bərabərdir. Bu 75 edir. 8775-i də 75-ə böldüyümüz halda cavab eləyəcək 117. Y variantı. 6-cı sual. Əgər 32 simvollu, baxın, simvollu sözü varsa, bilin ki, bu qüvvət deməkdir. Və yaxud da yazsa ki, maksimal olaraq əlifbada 32 simvol varsa, maksimal sözü varsa və yaxud da simvollu sözü varsa, siz burada qüvvət olaraq yazırsınız. 32-ni olduğu kimi götürmürsünüz. Yəni biz fikirləşirik ki, 2 üstü neçə 32 eləyər? 2 üstü 5. Deməli, bu əlifbada qüvvətin sayıdır. Yəni, qüvvətin sayı nədir? Bir simvolun tutduğu yer 5 bitə bərabərdir. Yəni, bir simvolumuz 5 bitdir. Bizə deyir ki, 100 bayt təşkil edən məlumat neçə simvolludur? Belə olduğu halda bir simvolumuz 5 bitdirsə, belə edirik. Yəni, 100-ü vururuq ilk öncə 8-ə, çünki bitə çeviririk, 800 eləyir. 800 isə bir simvolumuz 5 bit olduğu üçün 800-ü 5-ə bölürük.
Cavabımız eləyəcək 160 simvol. Deməli, bu əlifbada 100 bayt təşkil edən məlumat 160 simvoldan ibarətdir. Cavabımız olacaq C variantı. Növbəti, 2 səhifəlik informasiya yaddaşda 195 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdur. Birinci səhifədə neçə simvol var? Sadəcə olaraq birində 2 dəfə çoxdursa, biri x-dir, digəri isə 2x-dir. Cəmi 195 baytdır. 3x 195-dirsə, x-in biri isə deməli eləyəcək 195-i də 3-ə böldüyümüz halda cavab eləyəcək 65. 65. Deməli, bir səhifə 65-dir, digəri isə 130-dur. Bizdən nəyə soruşur? Birinci səhifə. Baxın, deyir ki, birincinin həcmi çoxdur ikincidən. Onda cavabımız olacaq çox olan, yəni Y variantı. Yəni 2x-i seçdik burada. 8-ci sual. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, informasiyanın həcmi 20% artır. Əgər informasiya şəbəkə ilə ötürülməz sürəti 5 MB/saniyə olarsa, ilkin həcmi 50 MB olan faylı kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə tələb olunur? Baxın, deyir ki, ötürülməzdən əvvəl 20% artır. Biz tapırıq ki, əgər 100%-ımız 50 MB-dirsə, 20% artırsa, onda 120% x olacaq. X də bərabərdir 5 vurulsun, daha doğrusu, belə də yazmaq olar, 50 vurulsun 120 bölünsün 100. Bu da eləyəcək 60 MB. Deməli, biz 60 ilə istifadə edəcəyik. İndi bir şeyə fikir veririk. Baxın, belə bir düstur var. Məsələn, V bərabərdir S bölü T düsturu var. Burada da eynisi ilə hesablayacağıq. Sadəcə burada S orada yolu bildirirdi sürət düsturunda. Burada da S ümumi həcmi bildirəcək. Sürət, yəni 5 megabit, 5 daha doğrusu megabayt bölü saniyə bərabərdir. Həcm bizdən neçədir? 60 megabayt. Amma zamanı bilmirik. Bölünsün T. T də buradan bərabərdir 12 saniyə. Yol məsələsində istifadə etdiyimiz düstur bura tətbiq edirik. Sadəcə orada sürət yol əvəzinə burada həcm deyirik. V bərabərdir S bölü T qaydası ilə. Qeyd edək. Sadəcə burada S həcm kimi baxacağıq. Eyni düsturdur. Gətirib yerinə qoyuruq, cavab çıxacaq. Cavab 12 saniyə, A variantı. Daha sonra 9-cu suala baxaq. 9-cu sual deyir ki, 8 bitlə kodlaşdıra bilən simvolların maksimal sayı nə qədərdir? Baxın, əgər 8 bitlə desə, yəni n bitlə kodlaşdıra bilən simvolların sayı həmişə 2 üstü n deməkdir. Və yaxud da bunu necə yaza bilər? İkilik vahid sözdə deyirsədir. Məsələn, ikilik vahid sözü varsa, bu da 2 üstü n deməkdir. Deməli, 8 bit deyirsə, biz 2-nin üzərinə 8 yazırıq. Yəni, cavabımız A olacaq. İndi sual yaranır ki, burada bəs baytla olarsa necə yazılır? Tutalım ki, yazılır ki, 2 baytla kodlaşdıra bilən simvolların maksimal sayı. Siz ilk olaraq, məsəl üçün, bu suala aidiyyatı yoxdur. 2 bayt neçə bit eləyir? 16 bit eləyir. Bu 16 biti 2-nin qüvvəti şəklində yazırsınız. Yəni, 2 üstü 16 olacaq cavabımız. 10-cu sualda. Baytlarla kodlaşdırılmış aşağıdakı məlumatda neçə simvol var? Burada nə edirik? Baxırıq ki, baxın, baytla deyirsə, deməli 8 simvolumuz, daha doğrusu 8 dənə 0-1-dən ibarət olan hissə 1 bayt olacaq. 8-li hissələrə bölürük. Sayırıq 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir simvolumuz var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir simvolumuz. Daha sonra digər simvol isə buradan ayrılır. Artıq 3 simvol var. Sonra buradan bir hissə ayrılacaq. Daha sonra isə deməli bir də buradan ayrılacaq. Biri bu tərəfdə qaldı, 7-si də aşağıda, bir dənə də bu. Deməli 1, 2, 3, 4, 5 buradakı ilə bərabər bu, yəni cəmi eləyəcək 6 simvol. Cavabımız A variantı. Yəni baytdan dediyinə görə biz 8-li hissələr bölürük. Çünki 1 baytımız 8 bitdir. 0-1 şəklində kodlaşdırırsa bu ikili say sistemidir. Hər simvolu 1 bit kimi qəbul edirik. Aşağıdakı məlumatda verilmiş və baytlarla kodlaşdırılmış, baxın, eyni simvol deyir. Eyni simvol oldu ki, eyni kodlu olsun, yəni 8-li. Eyni 8-li axtaracaqsınız. Burada fikir veririk ki, ilk öncə 8-li ayırsaq, deməli 4, 5, 6, 7, 8, bura qədər 1. Daha sonra 4, 5, 6, 7, 8, 1 simvol. 2, 3, 4, 5, 6, 7, 8, 2 simvol. 3, 4, 5, 6, 7, 8, 4 simvol. 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 4, 5,
Bura qədər 1 olacaq. Daha sonra 4. Bura qədər də 1. Sonra isə deməli 1 bu hissə, bir də bu hissə. İndi biz burada fikir veririk ki, eyni olan hissə bir buradır, gölün üzərindən qeyd etdiyim hissə. Bir də buradır. Qalanların kod, yəni 0 ilə 1 ardıcılıqları fərqlidir deyə eyni sayılmayacaq, müxtəlifdir. Müxtəlif sorsa biz 4 dənə yazardıq. Artıq 2 dənə eyni olandan birini götürərdik. Amma burada eyni simvolların sayını deyir. Eyni simvol 2 dənədir. Cavabımız olacaq B variantı. Bu formada. 12-ci sual. Müəssisənin işçiləri haqqında ümumi məlumat 16 megabayt yaddaşı əhatə edir. Baxın. Sonra deyir ki, 8 səhifə var, 32 sətr var, 64 simvol var. Həmişə 2 qüvvətdən yazın. 8 2-nin kubu, 32 2 üstü 5, 3 s üstü ilə gedəcəyik. 64 2 üstü 6 bərabərdir. Neçə əməkdaş işləyir? Aha, bərabərdir neçə? 16-nı da bayta çevirir. Kitab məsələlərini, yəni həcm məsələlərində, yəni bu T bərabərdir SS, sətir, simvol, səhifə cavabları həmişə baytla alınır. 16 megabaytı biz ilk öncə bayta gətirək. Yəni 16 vurulsun. Baytdan əvvəl megabaytdan əvvəl kilobayt var. Kilobaytdan da əvvəl bayt var. Deməli biz 2 dəfə geri qayıtdıq. 220 yazacağıq. Və bunu da qeyd edək ki, deyir neçə əməkdaş işləyir. Yəni x-ə vururuq. Bu formada getsək, fikir veririk ki, burada qüvvətlərə baxsaq, 3, 5, 6, x vurulsun. Bu qüvvətlər toplanır bilik ki, vurmada. Deməli, qüvvətlər eləyəcək 2 üstü 14 bərabərdir. 16-nı da biz 2 üstü 4 yazaq. 2 üstü 4. Bu tərəfdə də elədik 2 üstü 24. X vurulsun 2 üstü 14 bərabərdir 2 üstü 24. Deməli, x nəyə bərabər imiş? 2 üstü 10. Yəni bilirik ki, vurma zamanı qüvvətlər toplanır, bölmə zamanı isə qüvvətlər çıxılır. 2 üstü 24-ü 2 üstü 14-ə böldüyümüz halda 24 çıx 14. Yəni 2 üstü 10 qalacaq. 2 üstü 10-dan qüvvət kimi yoxdur, birbaşa cavabı var. Bu da Y variantıdır. Növbətim. Deyir yaddaşda mətin, qrafik və audio tipli informasiyalardan ibarət 20 kilobayt informasiya vardır. Baxın, əgər deyir ki, çıxa-çıxa gedirik artıq. 20 kilobaytdan birinci 5 kilobaytı çıxdıq. Sonra 5632 baytı çıxırıq. Əlavə olaraq 4608 baytı çıxırıq. Qovluğun həcmi nə qədər olar? Yəni nə qədərə qalar silindikdən sonra? Belə olduğu halda 20-dən 5-i çıxırıq birinci. Bu 15 kilobayt edir. Sonra baxırıq ki, baxın, bu ikisini tək-tək çıxsaq, yəni müxtəlif rəqəm ədədlər alacağıq. Yəni tam ədəd olmur. Bu ikisini toplayaq, birlikdə çıxaq. 5632-dən 4608-i toplasaq, bu eləyəcək 10240. Bayaq da dedik ki, 10240 10 kilobayt deməkdir. Təbii ki, bu baytlandır. Qarşısından yazmışıq bu. Və indi biz 10 kilobaytdan birbaşa olaraq 10 kilobaytı çıxırıq. Yəni 15 kilobaytdan 10 kilobaytı çıxırıq. Cavabımız da eləyəcək 5 kilobayt. 5 kilobayt Y variantı. Yəni siz yerdə qalan 15 kilobaytdan 5632-ni çıxarsınız, yerdə qalacaq məsələn 9000 neçə. Ondan da 4608 çıxarsınız, qalacaq 5000. Yəni 5-i 1024-ə vurduğumuz halda eləyəcək 5100. Ola bilsin səhv dedim. 5 kilobayta gəlib çıxacaq. Biri var tək-tək gedək. Biri də var ki, cəmləyib birbaşa çıxacaq. Çünki ikisini birlikdə də çıxa bilərsiniz, tək-tək də çıxa bilərsiniz. Əgər Unicode standartı ilə yığılmış elektron sənədin hər səhifəsində 16 sətr, hər sətirdə 128 simvol, 80 kilobayt var. Nə edirik burada? Baxın, birinci Unicode deyir, deməli 2-yə vurma var. 16 sətr deyir, 2 üstü 4. 128 simvol deyir, 2 üstü 7. Amma bizdən nə soruşur? Səhifənin. 3S-dən biri yoxdur. Vurusun X. 80 kilobayt. Biz demişik ki, baytla alınır deyə 80-ı vururuq 2 üstü 10-a. Çünki kilobaytdan əvvəl bayt var. Yəni kiçikdən doğruya doğru geçsək, böyüyə doğru geçsək. Baxın, indi deməli biz burada nə edə bilərik? Gəlin 80-ı parçalayaq. 80-ı belə yaza bilərik də. 16 vurulsun 5. 16-nı da 2 üstü 4 yazaq. Aha. Baxırıq ki, burada 2 üstü 12 edir. Çünki bu 2 üstü 1-dir. Üstü qüvvət yazılmırsa o 1 deməkdir. 2 üstü 12 vurulsun x bərabərdir. 2 üstü 14 vurulsun 5. Aha. 2 üstü 12 ilə 2 üstü 14 gedir. Yerdə qalır x bərabərdir. 2 üstü 2 vurulsun 5. Buradan da nə anlasaq? Baxırıq ki, 2 üstü 2 4, 4-ə 5-ə vuranda 20. Cavabımız olacaq C bəndi.
Bu formada gedirik. 15-ci sualdan eyni tiplidir. Baxırıq ki, Unicode deyirdiyə yenə də 2-yə vururuq. Sonra 10 MB bunu ən sonunda yazacaq, həcmdir. 32 simvol var, 2/5, 32 sətr var, 2/5. Səhifəni soruşur, vurulsun x. Bərabərdir 10 MB. 10 MB isə bu 2/20 deməkdir. 2/20. İndi belə olduğu halda bu 10-u belə də yaza bilərik də. 5 vur 2. 2-ni də 20, yəni 2/1 ilə 2/20-ni də toplasaq, elə birbaşa gəlin yazaq. 5 vurulsun 2/21. Aha. Bu eləyir 2/11, bu da x bərabərdir. 5 vurulsun 2/21. 21 ilə 11 ixtisar getdi. Yerdə qaldı. X bərabərdir. 5 vurulsun 2/10. Deməli, 2/10 1024 eləyir. 1024-ü də 5-ə vurduğumuz halda isə 5120. Cavabımız eləyəcək C variantı bu formadan. X bərabərdir 5120. 16-cı sual. Bizə deyir ki, 14 simvoldan ibarət olan mətnin həcmi 98 bitdir. Deməli, biz 98-i bölük 14-dən. Eləyir 7. Aha. Neçə simvoldan ibarətdir? Maksimal neçə simvolu var? Bu formada deyirsə, aldığımız 7-ni aparırıq 2-nin qüvvətinə. 2/7. Qüvvət şəklində yoxdur, ədəd formasındadır. Cavabımız eləyəcək 128. Növbəti 17-ci sual. Burada baxırıq ki, 48 sətr verir. Bunu yazaq 3 vurulsun 16, yəni 3 vurulsun 2/4. Hər sətirdə 96 simvol var. Bunu da yaza bilərik ki, 16 vur 6, yəni 2/4 vurulsun 6. Vurulsun, baxın, sətir var, simvol var, səhifə yoxdur. Deməli, vurulsun x bərabərdir 4.5 bayt. Yəni 4.5 vurulsun 2/20. Amma bir şeyə fikir verir ki, Unicode var. Qarşıda bir dənə də 2-yə vurmamız var. İkiləri üstdən götürsək, burada baxın, bunu 96 bu formada parçaladıq. 96-nı belə də parçalaya bilərdik. 32 vurulsun 3, bu da 2/5 vurulsun 3 deməkdir. Elə belə yazaq, daha aydın olsun. 2/5 vurulsun 3, qısa olsun yolumuz. 2-nin qüvvətlərini toplasaq 1, 4, 5, 2/10, 3 ilə 3 qalır. Vurulsun 9, vurulsun x, bərabərdir 4/5 vurulsun 2/20. Aha, bu 9-u da daha rahat bölünməsi üçün belə yaza bilərik. 2/11, 1 2-ni veriyor, 4/5 vurulsun x bərabərdir 4/5 vurulsun 2/20. Yəni 9-u 2 yerə böldük, 2-ni apardıq 2-nin qüvvətinin üzərinə 20. 2/11 ilə 2/20 aparır bir-birin. Yerdə qalır 2/9. 4/5 ilə də 4/5 gedir. X bərabərdir 2/9. Qüvvət şəklində verilməyib, ədəd formasına verir. Cavabımız olacaq, bu da eləyir 512 təbii ki. Cavabımız olacaq A variantı. 18-ci sual printer məsələsi. Burada nə edirik? Deyir 1 saniyədə 2 kilobayt. Tənasüblə gedəcək. 1 saniyə 2 kilobayt. Biz də baxırıq ki, aşağıda sətir, simvol və səhifə ilə bağlı veribsə, deməli 2 kilobaytı indidən bayta gətirək. Yəni 2 vurulsun 2/10. Aşağıda nə deyir? Deyir ki, neçə dəqiqə? Deməli bizdən zamanı soruşur. X. Yəni tənasübdə də zaman altı zaman, həcmin altından da həcmi qeyd edirik. Verilib bizə 24 sətir. Yəni belə yaza bilərik ki, bunu 2/3 vurulsun 3, yəni 8 vur 3. 128 ya 2/7 və 200 səhifə var. 200 səhifəni də necə yaza bilərik? 4 vurulsun 50 kimi də yazmaq olar. Və yaxud da 8 vurulsun 25 kimi də. 2/3 vurulsun 25 kimi yazaq. Bütün ikiləri asaq burada. Tənasübdə də bilirik ki, x vurulsun 2/3. Baxın, bunu elə birbaşa 2/11 yazaq. Bərabərdir. Digər tərəfdən. 2/3, 2/7, 2/3. Bu eləyəcək 2/13 vurulsun 3 ilə 25. Yəni 75. Aha. Yerdə nə qaldı? 11 ilə də 13 gedəcək. Yerdə qalır 2/2 vurulsun 75. 4-ü də 75-ə vurduğumuz halda eləyəcək 300. Aha. Baxın, biz saniyənin altına saniyə yazmışıqsa cavabımız 300 saniyədir. Amma bizdən nəyi soruşur? Neçə dəqiqə?
1 dəqiqəmiz də 60 saniyə olduğu üçün 300-ü də bölürük 60-a. Bu da eləyəcək 5. Cavabımız D variantı. Printer məsələsi. Bu 19-un həlli idi. Daha doğrusu 18-in həlli idi. İndi 19-un həllinə baxaq. 19 nə deyir? Deyir 1 saniyədə 1 kilobayt. Yenə 1 saniyə 1 kilobayt. Yəni 210 bayt. Çünki aşağıda yenə sətir simvol var. Neçə? 1 dəqiqə deyir artıq. Aha. Zaman altına zaman yazır. Bu səfər zaman bəllidir. Amma 1 dəqiqəni olduğu kimi yazmırıq. Çünki səhv alarıq. Eyni, belə deyək, ölçüyə gətiririk. Və yaxud da eyni zamana gətiririk. 1 saniyə 1 dəqiqə yaza bilmərik. Biz bura 60 saniyə yazacağıq. Saniyədə olsun. Digərləri bayt. Bu isə saniyənin altına saniyə. Baytın altına isə baytı qeyd edirik. 32 sətir 2/5. 64 simvol 2/6. Vurulsun x. Çünki biz səhifəni bilmirik. Bunu da hesabladığımız zaman düz mütənasib olduğu üçün çarpaz vurma gedəcək. 60 vurulsun 2/10 bərabərdir 2/5 ilə 2/6-nı toplasaq 2/11. Yəni vurma zamanı qüvvətlər toplanır deyə. Vurulsun x. 10 ilə 11 gedəcək. Yerdə qalır 60 bərabərdir 2x-ə. X də bərabərdir 30-a. Cavabımız olacaq 30. Yəni A variantı. Bu formada. 20. Sonuncu sualda isə necə edirik? Baxın, 32 saniyəlik deyir yüksək keyfiyyətli audio faylın həcmini hesablayın. Ümumiyyətlə, audio faylın həcmi hesablanması zamanı 32, yəni 2/5 yüksək keyfiyyəti verir. 16 bit, yəni 2/4 vurulsun. 44 kHz, 44 kHz-i hersə çevirəcək indi. Yəni 44-ü vururuq 1000-ə. Daha sonra bizdən cavabı kilobaytla soruşur. Və yadda saxlayırıq ki, bu tipli misallarda, yəni audio fayllarda bura bitlə veribsə, deməli cavabımız bitlə alınır. Cavabı da kilobaytla soruşduğu üçün 1 kilobaytımız deməli 2/13 bitə bərabərdir. 2/13 bit. Bölürük 2/13-ə. Buradan belə də apara bilərik ki, məsəl üçün 13 ilə 9-a getdi. Yerdə qalır 44. 44-ü belə yazaq. 2/2, yəni 4 vurulsun 11. Çünki aşağıda da bizim 2/4 var axı. 2/4 qalıb. 13 ilə 9-u ixtisar eləmişik. Və vurulsun 1000. 1000-i də ixtisar olması üçün belə yazaq. 4 vur 250. Yəni 2/2 vurulsun 250. 2/4-lər getdi. Yerdə qaldı 11 vurulsun 250. 11-i də 250-yə vuranda deməli 1250-nin üzərinə daha doğrusu 1250-yə vuranda 2500, 2500-ün üstünə də bir dənə 250 gələndə 2750 kilobayt. Cavabımız eləyəcək D variantı. Yəni, audio faylın hesablanması zaman, video faylın hesablanması zaman cavabımız bitlə alınır. Cavabı sizdən nə ilə soruşursa, yəni baytla soruşsaydı biz 2/3-ə bölərdik. Kilobaytla soruşduğu üçün 2/13-ə böldük. Megabaytla soruşsaydı 2/23-ə bölərdik.